Nilüş'la gelmişik piknikə. Sumkamız orada. Batsın imtahanı var. Qardaşı xəstə. Kaldı tək. Gəldik burada özümüz üçün piknik. Balıq olmasa da eğləncə də özümüz üçün. Bəlkə də nəsə oldu. Sinəklərimiz də var. Camaat da çimir. Bugün ayın 9'u. Və belə. Bizim uşaqlığımız o körpün üstündə keçib. Babatda balıq gəlirdi orada. Bura keçən ilə qədər belə qamış değildi, yarıdan idi. Ged-gedə qamış çoxalır. Buna əncam çəkmək lazımdır, yoxsa plaja qədər gedib çıxacaq. Buralar təmizlənsə yaxşıdır.